Salam möhtərəm tamaşaçılar, efirdə mən Natiq Ədilov. Əlixan Rəcəbov adlı cəbhəçimiz şərlənərək həbs olunub. Onun həbsinin motivi və təfərrüatları barəsində sizlə bir məlumatı, informasiyanı bölüşəcəm. Sizdən də xahiş edirəm ki, ölkəmizdə ayaq tutub yeriyən, qaçan bu şəri, böhtanı ifşa etməyə mənə kömək etmək istəyirsinizsə, bu proqramı paylaşın. Əvvəlcə istəyirəm xırda bir mollalıq eləyim. Sizə İncildən çox sevdiyim bir hissəni oxuyum. Bu dua haqqında İsa Məsihin təlimidir. Diləyin, sizə verəcəklər. Axtarın, tapacaqsınız. Qapını döyün, sizə açacaqlar. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə istəsə, ona ilan verərmi? Bu qədər bəsdir. Niyə görə bunu oxudum? Həbs olunan, narkotikdə, narkomaniyada ittiham olunan Əlixan bəy nə siqaret çəkəndir, nə də başqa zərərli vərdişləri var. Onu narkomaniyada ittiham eləyib, həbs eləyib. Bəs nəyə görə İncildən diləyin verəcəklər? Aranızda eləsi varmı ki, sizdən oğlunuz çörək istəyəndə ona daş versin? Ət istəyəndə ilan versin. Ritorik bir sual verib İsa Məsih. Bəli, İsa Məsihin dövründə bəlkə də belə adamlar yox idi, amma indi dövrümüzdə Azərbaycanda belələri var. Bu Azərbaycanın hakimiyyətidir. Xalqdan aralı düşən zalım hakimiyyət. Çünki bu Əlixan Rəcəbov ümumi siyasi fəaliyyəti ilə yanaşı ölkədə baş verən haqsızlıqları tənqid edirdi. Özdə əyalətdə xüsusən bu çətindir də, bilirsiniz. İndi Bakıda və yaxud da xaricdə siyasi fəaliyyət göstərmək, haqsızlığı dilə gətirmək müəyyən qədər imkanlar var. Amma əyalətdə insan o dəqiqə diqqət mərkəzinə gəlir və hakimiyyətin belə adamlara təzyiqi çox olur. Əlixan Rəcəbov dayanmadan hər gün Azərbaycan hakimiyyətinin zalım siyasətini ifşa eləyirdi, sosial şəbəkələrdə bu barədə yazırdı, pozurdu və uzun müddətdir bu adam öz fəaliyyətinə görə hakimiyyətin diqqətinə tuş olmuşdu. O baxımdan ki, onu susturmaq istəyirdilər. Bir neçə il bundan əvvəl tutub hətta Bakıya gətirmişdilər, Bandadelə gətirmişdilər, onu hədələmişdilər, demişdilər ki, yığışdır bu tənqidçiliyini, bəsdir bizi dilə, dişə saldın. Daha sonra isə Masallı rayonunda bir provokasiya çəkib onu şərti azadlıqdan məhrum etmişdilər. Ayağına qandal vurmuşdular. Qandal təzəmacal asılmışdı ki, yenidən Əlixanı şərləyiblər. Onun səhhətində ağır problemlər var idi. Şəkər xəstəsi idi, gözü görmürdü və pensiya hüququnun bərpası ilə bağlı ardıcıl tələblər eləyirdi. Mənə də yazırdı ki, onun problemini işıqlandırım. Azadlıq qəzetində də bu yaxınlarda təxminən bir ay bundan əvvəl onun problemini işıqlandırdı. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ittiham edirdi ki, mən ikinci qrup əlil idim bir neçə il bundan əvvəl. Onun xəstəliyi yerində olsa da, problemləri qalsa da, sağlamlığında bir xüsusi irəliləyiş olmasa da, onun qrupunu dəyişdiriblər. İkinci qrupdan üçüncü qrupa keçirdiblər. Əlixan bəy də tələb edirdi ki, bu işə yenidən baxılsın, onun haqqı bərpa olunsun. Haqqın Azərbaycan hökuməti belə təmin elədi. Şərləyib adamı həbsə göndərirlər. Və yəni bayaq İncildən oxuduğum o səhnə ki var idi. İstəyin verəcəklər, döyün açacaqlar. Azərbaycan nümunəsində, İlham Əliyev nümunəsində o keçərli deyil. Çörək istəyənə bu hakimiyyət daş verir. Ət istəyənə ilan verir. Haqq istədiyinə görə adamları nahaqla şərləyib həbsxanaya göndərir. Mən istəyirəm Əlixan bəylə dediyim kimi, vaxtaşırı da olmasa, zaman-zaman o mənə informasiyalar verirdi. Daha doğrusu öz paylaşdığı, sosial şəbəkə hesabında paylaşdığı məsələləri mənə də atırdı. Bu tənqidçi fəaliyyətinə görə onun təqibə alındığını, izlənildiyini, polis tərəfindən ona provokasiya hazırlandığını deyirdi və bu WhatsApp yazışmamız bizim gördüyünüz kimi baş verib dekabrın 21-də. Dekabrın 21-də mənə bu insanın şəklini atdı və onun haqqında məlumat verdi. Bu adam haqqında Əlixan bəyin dediklərini indi efirdən sizin üçün qoyacağam, izləyəcəksiniz və özünüz şahid olacaqsınız ki, Azərbaycan hakimiyyəti necə çirkin, əzlaf yolla insanları
şərləməyə çalışır. Mənə göndərdiyi səs yazılarına baxaq. Bir daha salamat edəcəksiniz, nə var nə qardaş, vəziyyət bizədir. Bu əməliyyatçı işləyir. Bizim rayonda masalda əməliyyatçı işləyir, anası da şöbədə işləyir, adı ulduzdur. Neçə illərdə o işləyir. Bu heç yeri qutarmır. Bu adam ki var, bu qarşı tərəfdə Əlxan bəyin şəkli mənə göndərdiyi adam deyir, anası Masallıda polisdə işləyir. Özünün də heç bir xüsusi təhsili olmasa da polis şöbəsində çalışır əməliyyatçı kimi. Belə bağışlayır, məni bizim qucağımızda böyüyən olur. İndi əməliyyatçı işləyir, özündən belə razıdır. Yəni şöbədə nə oyunlar söhbət olub, maşın tutmuşlar, mən də oradaydım. Mənim üstümə bazardı, bildirəm, mən cəbətçiyim. Hələ bir də ona əl-qol atacam burada, daim deyib ki, mən şahzat verim. Yəni ona görə bunu bu hökumət qanunundan danışırsa, yoxlasın da, yoxlasın ki, anası şöbədə işləyir, adı ulduzdur. Ancaq gənclərin evin yıxır, cibinə narkotik atır, bastırır, gedir, o beləncək. Bunun işi gücü budur, heç yerdə qutarmayıb, 22-23 yaşlı zadı var. Yəni eşitdiniz əziz dostlar, Əlxan bəy özü hələ keçən aydan mənə xəbər vermişdi ki, bu adam onu provokasiya çəkib, şərləyib, həbsə atmaq istəyir. Özü ilə bağlı da məlumat verdi və bildirdi ki, bu adamın şəkildə gördüyünüz şəxsin Masallı rayon polis idarəsində əməliyyatçı olan bu insan deyilən vücudun əsas niyyəti, məqsədi gəncləri, insanları narkotiklə şərləyib həbsxanaya göndərməkdir. Və o sırada Əlxan bəyin özünə çatdı. Bilirsiniz, burada indi biz fikrə getməliyik ki, neyniyək? Şərləyən, böhtanla məşğul olan, ədalətsizliklə məşğul olan, arı, namusu, vicdanı üstündən atan adamlar bizim başımızdadır. Bizim iki yolumuz var. Ya susmalıyıq, Əlxan kimi bunları ifşa etməməliyik, tənqid etməməliyik, səsimizi çıxartmamalıyıq, bizim ləyaqətimizi də alçatsalar, həyatımızı da qaraltsalar, sərvətlərimizi də əldən alsalar, bizə işgəncə versələr də razılaşmalıyıq bundan. Deməliyik ki, çox gözəldir, siz hələ az elədiniz, daha çox eləməlisiniz. İkinci yol isə ondan ibarətdir ki, Əlxanlar tək olmamalıdır. Masallı böyük bir rayondur, eləcə də digər rayonlarımız. Orada sizcə 5, 10, 100 nəfər cəbhəçi, müxalifətçi yox, minlər, 10 minlər, 20 minlər, 100 minlər bu həqiqətləri dilə gətirsə, desə ki, polis özü oğurluqla məşğul olur, narkomaniyanı çiçəkləndirir, rüşvət alır, haqsızlıq eləyir, işgəncə verir, onda Azərbaycan hakimiyyətinin gücü olarmı ki, ayrı-ayrı adamları, bax, fəalları haqq dediyinə görə bu şəkildə şərləyib həbsxanaya göndərsin? Yox. Heç bir hakimiyyət bunu bacara bilməz. Heç bir hakimiyyət. Hakimiyyətin gücü ondan ibarətdir ki, qüvvəsi oradadır ki, ayrı-ayrı mübarizə aparan insanları təkləyir. Bəzisini cəmaatın gözündən salır. Onlar haqqında şayə yayır, böhtan yayır, təkləyir, adamları ondan uzaqlaşdırır və həbs eləyəndə də o yaramaz deyimlərdən istifadə edirlər də, od olmasa tüstü çıxmaz, o dinc oturmurdu, ona yaxşı olur. Və beləliklə əslində hər birimizi bunlar məhv eləyir. Heç kim sığortalana bilməz bu şərdən. Heç kim düşünməsin ki, bugün həbsdə olan siyasi məhbuslarımız, liderlərdən tutaq, Əli Kərimli, Tofiq Yaqublu, Talib Ağarzadə, bizim jurnalist həmkarlarımız, ən sadəsinə qədər, adını bilmədiyimiz siyasi məhbuslara qədər onların heç birinin İlham Əliyevlə şəxsi düşmənçiliyi yoxdur. İlhamın atasına söyməyiblər, xanımına söyməyiblər, övladlarına söyüb qarğış eləməyiblər. Onlar yalnız haqqı dediyinə görə, sənin, mənim, digərlərinin demədiyi məsələləri dediyinə görə, oğruya oğru dediyinə görə, qatığa qara yox, ağ dediyinə görə cəzalanıblar. İndi burada bizim, bax bu efiri izləyən dostların, Azərbaycanlıların üzərinə vəzifə düşür. Biz nə vaxta qədər ətrafımızda baş verən bu hadisələrə
tamaşaçı kimi baxacaq? Nə vaxta qədər gic-gic mövzulara saatlarımızı, günlərimizi həsr eləyəcəyik onların müzakirəsinə. Amma xalq üçün çalışan, öz qabiliyyət çərçivəsində haqqı deyən, haqqı aradan qaldırmaq istəyən adamları tənha buraxacaq, onlara dəstək olmayacaq, onların yanında dayanmayacaq, onlardan biri olmayacaq. İkinci yolu seçmək çox asandır. Heç bir risk almadan düşünürsən ki, yaşayıram, başımı salla aşağı yaşayıram. Kimi tuturlar, kimi böhtanlayırlar, mənim nə işimə gərəkdir. Amma bu sizi bu mübarizə aparan adamların başına gələn hadisələrdən sığortalamağa garanti verməyəcək. Bu azğın hakimiyyət hər bir Azərbaycanlıya özünün potensial düşməni kimi yanaşır. Ona görə bu efiri bitirərkən bir daha hörmətli tamaşaçılar, Azərbaycanlı dostlarımız, qardaşlarımız, bacılarımıza müraciət edirəm ki, siyasiləşin. Bizim qurtuluşumuz, çarəmiz siyasiləşməkdədir. Ölkədə baş verən siyasətlə maraqlanın. Azərbaycan hakimiyyətinin xalqa divan tutmaq siyasətini bacardığınız qədər ifşa edin. Bacardığınız qədər ona müqavimət göstərin. Yaltaqları ifşa edin. Yaltaqların belə deyək, o hayasızcasına apardığı təbliğatı bacardığınız çərçivədə tənqidə tutun. Nəhayət biz bu biabırçı, rəzil vəziyyətdən qutaraq ki, adamlar haqq sözü deyir, çörək istəyir. Çörək istədiyinə görə onu işgəncəyə məruz qoyurlar, onu həbsə atırlar. Belə gülməli, dramatik dövlət və cəmiyyət ola bilməz. Bu uçurumun astanasında cəmiyyətin dayandığına ciddi bir siqnaldır. Sağlıqla qalın.